Deməli, qadınları ən çox narahat edən mövzulardan biri, nəyə görə kişilər qadınları sevir? İndiki müasir zamanada bir çox qadınlar elə bilir ki, zahiri görünüşümü dəyişsəm, estetik əməliyyatlar eləsəm, mən seviləcəm. Hə, ilk baxışdan zahiri əlamət insanı cəlb edə bilər. Amma ən çox kişilər o qadınların yanında qalır, o qadını sevir. Hansı qadın onu qəhrəman edə bilir? Hansı qadın onun gözəl keyfiyyətlərini üzə çıxardıb, o keyfiyyətlərini artırırsa və kişi əslində qadının yanında yaranan vəziyyəti başlayır sevməyə. Təəssüflər olsun ki, həmişə qadınlar buna diqqət yetirmir. Sonra kişilər nəyi sevir? Uğurlu, hüzurlu, sakit, enerjisi yaxşı olan qadını. Qadının enerjisi yaxşı deyilsə, mənfi enerji saçırsa, hər zaman deyinirsə, deyingən qadından hamı qaçır, heç kim sevmir. Hətta ailə münasibətlərində ailənin dağılması üçün deyingənliyi dəmiri pas yeyən kimi, korroziya yeyən kimi ailəni də deyingənlik məhv edir, dağıdır. Buna görə yaxşı olar ki, qadın birinci özünə diqqət yetirsin, özünü sevməyi öyrənsin. Özünü sevən qadını hamı sevir. Və psixogenetika qanunlarına görə biz özümüzdə olmayan şeyi başqalara verə bilmərik. Və kişilər üçün ən böyük maqnit qadın özünü sevən qadını kişi maqnit kimi həyatına cəlb edir. Əgər o özünü sevə bilirsə, başqalarını da sevə bilir. Başqalarına da bunu ötürə bilir. Sonra kişi evə gəlib, evdə özünü hüzurlu, tam, hər tərəfli özünü təzəhür edə bilirsə, bu da qadının sayəsindədir. Qadın onun ən yaxşı keyfiyyətlərini görüb, o keyfiyyətləri qadın var, artırır, çoxaldır, qadın var. Ancaq negativə yüklənir, negativi kişinin üzünə çırpır. Təbii ki, elə qadın sevilməyəcəkdir. Düzdür, o dürüstlü, sözün düzünü deyəndir. Amma o sevilmir. Sevilməyin dedim, disturları yuxarıda qeyd etdiyimidir. Və bir də qadın yadda saxlamalıdır ki, o müdrik olmalıdır. Amma idarə edən olmamalıdır. O fikirlərini söyləməyi bacarmalıdır, amma deyingən olmamalıdır. O zaman heç bir kişi qadını tərk etməz və həmişə onun yanında qalar və sevər.